Valideyn o sərhədləri cinsi tərbiyədə qoruduqca, uşaq artıq özünün aurasının, şəxsi aurasının yaranmasına hiss eləyir və bunu artıq böyük yaşlarında da qorumağı bacarır. O çox önəmlidir. Bəzən icazə alanda səni öpə bilərəmmi və yaxud sənə toxuna bilərəmmi gülməli gəlir. Bu əslində uşağın şəxsi aurasının pozulmasına gətirib çıxarır. Mən bəzən deyirəm ki, biz bağçaya, məktəbə qədər təhsil müəssisəsinə səthi baxırıq. Əslində ilkin biliklərin əsası burada qoyulur. Uşağın həm şəxsiyyətinə təsir eləyir, uşaqda özünə qapanma yaradır zaman keçdikcə və bu daha yaxşı təsir göstərər ki, uşağı normal qəbul edib, sakit qəbul edib, axarına buraxmaq. Zaman keçdikcə onsuz da uşaqlar bizim etdiklərimizi təkrarlayırlar. Salamlayıram hər bir kəsi. Bugünkü həmsöhbətim Günel xanımdır. Günel xanım pedaqoq, metodistdir. Bugün Günel xanımla cinsi tərbiyə barəsində danışmaq istəyirəm. Kiçik yaşlı uşaqlardan və böyük yaşlı uşaqlarda cinsi tərbiyə necə idarə olunmalıdır? Düşünürəm ki, bu mövzunu da müzakirə etməkdə əsas səbəb ondan ibarətdir ki, bizdə çox zəif inkişaf edib. Hətta 0-3-6 yaş aralığı uşaqlarda da biz bu tərbiyənin əsasını qoymalıyıq və necə qoymalıyıq onu bugün sizlərlə müzakirə edəcəyik. Xoş gəlmisiniz Günel xanım. Çox sağ olun Aynur xanım. Dəvətiniz üçün minnətdaram. Düşünürəm ki, mövzumuz çox aktual mövzudur. Xüsusilə də Azərbaycanda uşaqların cinsi tərbiyəsi bu gün ən böyük problemlərdən birinə çevrilib. Xüsusən kiçik yaşlarında. 0-3 yaş aralığında, misal üçün, körpə uşaqların altının dəyişdirilməsi problemi var ki, mən daim diqqətimi cəlb edən məsələlərdən biridir. Bəzən bunu insanların içərisində edirlər və bunu normal hesab edirlər. Bu, əslində, uşağın şəxsi aurasının pozulmasına gətirib çıxarır. Yəni, uşaqların kiçik yaşlarından cinsi tərbiyəsində valideynlərinin rolu çox böyükdür. Valideyn o sərhədləri cinsi tərbiyədə qoruduqca, uşaq artıq özünün aurasının, şəxsi aurasının yaranmasına hiss eləyir və bunu artıq böyük yaşlarında da qorumağı bacarır. Sərhədlər bəlli olur da, belə deyək. Artıq Nəyin kiçik olub, nəyin olmadığını. Bəli, onlar onu hiss edirlər. Bunu təkcə biz altının dəyişdirilməsində müşahidə etmirik. Bunu uşaqların geyindirilməsində, əyinlərinin dəyişdirilməsində, uşaqlara qarşı onların münasibətdə, hətta biz kiçik uşaqları öpərkən belə, onlardan icazə alıb öpəriksə... Dəqiqə mən deyəcəydim, bəli, o çox önəmlidir. Bəzən icazə alanda səni öpə bilərəmmi və yaxud sənə toxuna bilərəmmi gülməli gəlir. Necə mən uşağa toxunmaq üçün? Bu, gələcəkdə zorakılıq hadisələrinin qarşısını almağını gətirib çıxarmasıdır. Əfsuslar olsun ki, mən hətta öz bağçada belə deyim, uşağa toxunanda və yaxud bəzən olur da bədənində hardasa bir xəsarət varsa, baxmalıyıqsa, mütləq icazə alırıq. İcazə verirsənmi sənə baxım? Bu çox önəmlidir. Tamamilə razıyam. Xüsusən də əgər bunu valideynlər edirsə, bu uşaqda auranın yaranmasına və gələcəkdə də uşaq digər insanlardan bunu tələb edirlər və hansısa bir yanlış yanaşma olanda artıq uşaq onu hiss edir. Əks təqdirdə, əgər bunu valideynlər, yaxın insanlar bu sərhədləri gözləmirsə, uşaq onu hiss eləmir və araşdırmalar göstərir ki, psixoloqların apardığı araşdırmalara görə çox, belə deyək də, təcavüzə uğranmış, hansısa başqa insanlar tərəfindən ona qarşı müəyyən pis münasibətləri görmüş uşaqlardan, bəli, qeyri-etik münasibətləri görülən uşaqların böyük əksəriyyətində ailədə bu auranın qorunmaması problemlərinə rast gəlinir. Bundan da əlavə valideynlərin uşağa qarşı kobud rəftarı, ona qarşı olan fiziki zorakılıq hallarına daha çox rast gəlinir. Hətta keçən dəfə bir məqaləni oxuyurdum. Deyir, 0-3 aralığında biz bu auranı necə yarada bilərik? İlkin cinsi tərbiyənin əsası, bu yaq düz vurğuladınız, ümumi insanların olduğu yerdə uşaqların altının dəyişdirilməsidir və yaxud əyinlərinin dəyişilməsidir. Əslində biz cinsi tərbiyəni nə zaman başlayırıq? Keçən dəfə bir məqaləni oxudum. Orada qeyd olunur ki, bizdə məktəbə qədər təhsildə bədən üzvləri mövzu var. Bu məhz həmin auranın əsasını qoyur. İlkin olaraq biz bədən üzvlərimizdən uşaqları tanış edirik. Məsələn, qoldur, ayaqdır, daxili orqanlar, xarici orqanlar. Bu, cinsi tərbiyənin əsasını qoyulur. Mən bəzən deyirəm ki, biz bağçaya, məktəbə qədər təhsil müəssisəsinə səthi baxırıq. Əslində, ilkin biliklərin əsası burada qoyulur. Bir uşaq, məsələn, qulaqdır, burundur, ağızdır, başdır, əldir, barmaqlardır. İlkin olaraq bunları öyrənir və bu mənimdir, mənə məxsusdur. Bunu öyrədiriksə, məhrəmiyyət hissi deyilər. Biz bunu övladımıza öyrədiriksə, cinsi
tərbiyənin əsası qoyulur. Amma çox əfsuslar olsun, edirikmi bunu? Bu mövzuda sizinlə tamamilə razıyam. Mənimlə razılaşarsınız ki, Türkiyə, Şərq ölkələrinin bir çox hissələrində bizim mentalitet cəhətdən yaxınlığımız çoxdur. Türk pedaqoqu Adəm Günəş ən çox sevdiyim pedaqoqlardan biridir. Bir neçə sevdiyim pedaqoqlar var. O həmişə deyir ki, uşaqların, bilirsiniz ki, psixologiyada xüsusi hissələr var ki, biz uşaqlara öyrətməliyik ki, uşaqlar bu hissələrin toxunulmaz olduğunu və heç kəsin bu hissələrə ondan icazə almadan baxmamasını və toxunmamasını birbaşa onlardan asılı olduğunu bilməlidirlər. Adəm Günəş hər zaman onu vurğulayırdı ki, əgər biz bunu valideyn olaraq özümüz uşaqda formalaşdırsaq və uşaqlara onu hörmət hissini yaratsaq, o başa düşsək ki, biz valideyn olaraq da ondan icazə istəyərək onun müəyyən sərhədləri aşmadan toxunuruqsa, artıq bu uşaqda auranın yaranmasına gətirir və digər yerlərdə də bunu gözləyir. Misal üçün, həkimə gedərkən, mən bunun bir neçə dəfə şahidi olmuşam ki, uşaqlar valideynlərinin üzünə baxırlar. Əgər bu ailədə bu aura formalaşıbsa, o valideynin gözünün işarəsindən belə başa düşür ki, icazə varmı, həkim ona toxuna bilərmi? Bu çox gözəl bir şeydir əslində. Bu onu göstərir ki, valideyn artıq uşaqla düzgün münasibət qurub və uşaq özünü təklikdə belə qoruya bilər. Hətta bullyinglar nədən irəli gəlir? Cinsi tərbiyənin düzgün verilməsinə və sərhədlərin düzgün bəlli olmasında. Bizim o böyük problemlərin kökündə sərhədləri bəlli etməməyimizdə durur. Əgər biz sərhədlərimizi düzgün bəlli edəriksə, buradan o sahəyə keçə bilmərsən, bu mənim sahəmdir, bura mən sənə icazə vermirəm. Bu zaman çox böyük nəticələr olar. Əgər biz o sərhədləri bəlli etmiriksə, istər kiçik yaş dövrlərində, istəyir böyük yaşlıda, istəyir gənclikdə, istəyir yeniyetməlikdə, istəyir ümumiyyətlə hər yaş dövründə, onda insanlar o sərhədləri keçəcək. Bəli. Bullyinglardır, fiziki zorakılıqlardır. Bunların hər birinin kökündə sərhədlərin bəlli edilməməsidir. Biz ilkin övladlarımıza, əgər ümumiyyətlə tərbiyə çox geniş mövzudur. Mən hər zaman deyirəm və biz dərin bir dəryadır. Hər bir kəsin bir tərbiyə metodu vardır, amma yeganə bir yol vardır ki, sonda biz o şəxsiyyəti yetişdirə bilək. Bəli. Məqsədimiz odur. Və gələcəyin öz-özünü və o sərhədləri bəlli etmiriksə, biz əgər bir tərbiyənin əsasını qoymuruqsa, illər keçdikcə bunlar daha dərinləşəcək. O uşaq gələcəkdə fiziki, psixoloji zorakılığa qaldıqda susacaq. Bundan öncəki verilişlərdə biz qız övladı ilə atanın münasibətindən demişdik. Bəzən insanlar elə rəftar edir ki, biz həmin insanlara deyə bilmirik ki, burada dur. Sən artıq buradan cizgini digər tərəfə keçə bilmərsən. Və bunun əsası erkən uşaqlıq dövründə qoyulur. Düz vurğuladınız. Biz o auranı, o sərhədləri bəlli etmədiyimizə görə bugün məktəbdə bullyingların sayı artıb, fiziki zorakılıqlar artıb, təcavüzlər artıb. Əgər biz bunları düzgün yönləndirmiş olsaq, onda o sahədə artıq övladlarımız məlumatlı olacaq və bu cür problemlərdən qaçılmış olacağıq. Aynur xanım, sözünüzə qüvvət. Ailə üzvlərimizin bəzən uşaqları sevərək, sevdiklərindən oynatdıqları zamanda etik normaları qorumurlar. Bəzən elə əzizləyirlər ki, uşaqlar elə bilirlər ki, düşünürlər ki, bu belə də olmalıdır. Danışıq dilidir, rəftar dilidir. Bu danışıq dilidir. Bəli, burada yəni bəzən onların auralarını aşırlar və bunu uşaq hiss eləmir. Zaman keçdikcə müəyyən bir çətinliklə üzləşəndə də uşaq onu normal qarşılayır. Adiləşir olmuş. Bəli, onun üçün adiləşir və nəticədə o təhlükənin olduğunu hiss eləmir. Ona görə də hətta ailədə belə o məsafənin qorunması əsasdır. Xüsusən də mən onu vurğulamaq istəyirəm ki, uşaqların tərbiyəsində əgər bir uşağı valideynləri bir şeyə məcbur eləyirsə, bilirsiniz ki, yeniyetməlik dövrünü götürək. Evə qonaq gəlir, mən tamamilə razıyam, biz çox gözəl mentalitetə sahibik, gözəl adət-ənənələrimiz var. Amma bəzən biz uşaqlarımıza qarşı biraz başqa cür ədalətsiz rəftar edirik. Nə mənada? Xüsusən o dövrdə uşaqlar biraz çəkingən olurlar. Kimləsə salamlaşmaq ya da ki, görüşmək istəmirlər. Biz amma məcbur eləyirik ki, sən bugün bizə əmi gəlib, onun görüşməlisən, öpməlisən, filan kəs xalanla görüşməlisən, öpməlisən. Bunu uşağımızı məcbur eləyərək biz əslində uşağımıza qarşı yaxşılıq eləmirik. Biz mədəniyyəti uşağımıza öz hərəkətlərimizlə göstərməliyik və bunu ondan məcbur etməməliyik. Çünki zaman keçdikcə o ailəsinin mədəniyyətini götürəcək.
O gördüyünü təkrar edəcək. Amma biz onu məcbur etdikcə o uşaqda o auranın pozulmasına, yəni şəxsiyyətinə müəyyən qədər təsir etməsinə şərait yaradırıq və bu da gələcəkdə onun həyatında müəyyən təhlükələrin yaranmasında istisna rol oynayır. Mən hər zaman deyirəm ki, ən gözəl tərbiyə valideynlər əgər öz hərəkətlərini, düzgün hərəkətlərini, davranışlarla göstərirlərsə, burada artıq hansısa bir tərbiyə ehtiyac yoxdur. Hansı sözlərlə ifadə etməyə ehtiyac yoxdur. Biz öz hərəkətlərimizlə, öz davranışlarımızla övladlarımızı tərbiyə edə bilərik. Zaten biz hər hansı bir hərəkəti ediriksə, düzgün vurğuladınız. Evə qonaq gəlirsə, biz onu qapıda qarşılayırıqsa, salamlayırıqsa və yaxud digər qonaq getdiyimiz bir yerdə zaman keçdikcə övladlarımız bunu edəcək. Sadəcə buna zaman lazımdır. Bəli, əgər həmin an lazımdır. uşaq istəmirsə, biz onu məcbur edə bilmərik. Hətta kiçik yaşlı uşaqlarda bu belə olur. Gəl görüş, uşaq bunu istəmir. Hal-hazırki durumda o bunu anlamaq istəmir. Anlasaq, düşünürəm ki, nəticəsi yaxşı Bəli, olar. və zamanla onlar buna uyğunlaşırlar, öyrəşirlər. Lakin bizim onlara olan münasibətimiz dəyişdikdə, o uşağa da mənfi təsirini göstərir. Üstəgəl bəzən çox kobud rəftar edirlər, uşağı tərbiyəsiz adlandırırlar və sair kimi sözlərlə müraciət edirlər. Özləri öz içlərində o vəziyyəti qəbul edəmədikləri üçün bu da doğru bir şey deyil. Çünki uşağın həm şəxsiyyətinə təsir eləyir, uşaqda özünə qapanma yaradır zaman keçdikcə və bu daha yaxşı təsir göstərər ki, uşağı normal qəbul edib, sakit qəbul edib, axarına buraxmaq. Zaman keçdikcə onsuz da uşaqlar bizim etdiklərimizi təkrarlayırlar. Zamanla zaten dəyişilir. Sadəcə düzgün rəftar, düzgün o avranın, sərhədlərin bəlli olunmasıdır. Çox gözəl mövzuya toxundunuz Günel xanım. Başqa nə tərəflərdən toxunmaq istərdiniz? Bir fikriniz varmı cinsi tərbiyə ilə bağlı? Cinsi tərbiyə ilə bağlı ümumiyyətlə bu bağçalara əgər biraz müraciət edəsək, xüsusən bəzi bağçalarımızda xüsusi VC-lərin, ayaq yolu otaqlarının ayrı-ayrı olmaması, yəni və yaxud oğlan bir qız yerdə ayrılaraq bir yerdə otaqların qapısının açıq olması və sair məsələləri var ki, bunu düşünürəm ki, biraz başqa cürə yaxınlaşmaq lazımdır. Çünki onlar kiçik olsalar belə, uşaqların bəli 3 yaşından artıq özünüz də bilirsiniz ki, cinsləri ayırmaq kimi onlarda bir proses başlayır və uşaqlar artıq qız, oğlan olduqlarını müəyyən edirlər, anlayırlar və bu onlarda maraq doğurur. Ona görə də yəni o cinsi tərbiyə təkcə uşaqların özlərinə münasibətdən deyil, onların mühitinin də dəyişməsindən asılıdır. Qapını döymək evdə, uşaq evdə otaqda təkdirsə, bir yerdə oynayırsa uşaqlar, qapını açıq qoymaq lazımdır. Yox, əgər uşaq özü təkdirsə, əynini dəyişirsə, başqa nə ilənsə məşğuldursa, kiçik olsa belə o qapını döyüb içəri girmək lazımdır və uşağa da onu aşılamaq lazımdır. Bunlar xırda detallardır, amma bunlar uşaqların cinsi tərbiyəsində çox böyük rol oynayan bu önəmli məqamlardır Günel xanım. Xırda olsa da mən bunlara xırda bir məqamlar deməzdim. Bu zaman biz övladı sən mənə gərəklisən, sənə də bir şəxsiyyət kimi yanaşıram. Dəyərlisən, dəyərlilik hissini veririk. Əgər biz övladlarımıza dəyərlilik hissi ilə yaxınlaşsaq, düz buyurdunuz, otaqda tək olsa belə, kiçik olsa belə otağı çalmadan içəri, qapısını döymədən içəri girəriksə, orada uşağın artıq dəyərsizlik hissi bir formalaşır. Zaman keçdikcə dediyiniz kimi cinsi zorakılıqdır, fiziki zorakılıqdır, bullyingdir. Bu hətta sui-qəsdə qədər gəlib çıxarır. Dəfələrlə biz bunun şahidi olmuşuq. Düşünürəm ki, bu tərbiyə metodu düzgün idarə olunarsa, nəticələr də çox yaxşı olar. Çox sağ olun Günel xanım, fikirləriniz dəyərli idi. Çox sağ olun. Siz sağ olun.